Elə qəbirstanlığın girişində artıq bax bu abidəni büstü, Aygün xanımın büstünü görürük. Allah rəhmət eləsin Aygün xanıma. Doğrudan da sənəti çox dəyərli idi Azərbaycan incə sənəti üçün. Həqiqətən də özündən sonra da bir çox ifalar, belə deyim ki, əsərlər qoyub ki, hansı ki, hər zaman o ifalarda Aygün xanımın səsini eşidirik. Və 2 il oldu, hə, Zümrüd xanım? Allah rəhmət eləsin. Allah rəhmət eləsin Aygün xanıma, bizim dəyərli sənətkarımız, dəyərli insan, ruhu şad olsun və heç istəməzdik ki, əslində Suraxanıya gələk, sizin evdə, ailədə qonaq olaq, amma onu gəlib qəbirstanlıqda ziyarət edək. Çünki o deyir, ölüm haqdır, amma Allah gecindən hamıya qismət eləsin. Aygün bəylər adı, Aygün Hümbətova adı hər zaman bax belə xoş xatırlanacaq. Çünki o çox dəyərli sənətkar, dəyərli səs olub hər zaman da.